Selamun Aleyküm ve Rahmetullah Şeyh. Və aleykum salam və rəhmətullah və bərəkatuhu. Şeyh, təkfirçilər Nisa surəsi 165-ci ayəni gətirib deyir ki, bu ayəyə görə cahillik üzürlü deyil. Bu doğrudurmu? Elhamdülillah və salatu və salamu alə Rasulillah və alə alihi və sahbihi və səlləmə təslimən kəthira. Əmmə bə'd. Elhamdülillah. Yəni bilirsiniz qardaşlar, biz təkfirçilərdir və ya başqalardır. Biz danışığımız burada bidət əhli barədidir. Bidət əhli, onlar üçün Quran, sünnədə heç nə yoxdur. Onlar nə edirlər? Onlar məsələn hansısa ayə oxşayır, onların fikrinə, hansısa ayədən o məna çıxarda bilərlərsə, onu özləri üçün şüar eləyirlər və istinad edirlər və bu cür bilməyənləri aldadırlar. Əksinə o ayə heç də cahilliyin üzür deyil, onun üçün dəlil deyil. Onun üçün dəlil deyil. Əgər hələ ayə olsaydı Quran-ı Kərimdə ki, cahillik üzür deyil, ümmət demək olar ki, icma həddinə çatmazdı bu məsələdə. Yəni o adam, belə adamlar, o Allahdan da, yəni onlar fikirləşmirlər ki, onlar həmçinin də ümmətin alimləri də alçaldırlar. Yəni cahillikdə ittihamlayırlar, səhv yolda olmaqlarını ittiham edirlər. Ne üçün? Çünki cahillik üzür məsələsi, bu məsələ demək olar ki, ittifaqdır. Demək olar ki. Sadəcə bu axır vaxtlar, bu müasirlər, alimlərdən bəziləri, ola bilsin deyiblər cahillik üzür deyil. Lakin onlar da mütləq mənada deməyiblər bunu. Mütləq mənada. Onların da elə yerlər, məsələn, görürsən ki, oxuyanda, məsələn, onların fətvaların, onların kitabların. Biz görürük ki, heç də onlar mütləq şəkildə demirlər onu. Onlar məsələn bəzi məsələlərdə deyirlər cahillik üzürdür. Həmçinin bu cahillik üzür demək bu ümumi məsələdir. Yəni fikir versəz bidət əhlinə, məsələn, bidət əhlini məsələn tutaq ki, xavariclərinə. Onlar məsələn hansısa bir fikri götürüb başlayırlar tətbiq eləmək insanlara. Fərqi yoxdur ümumi və ya xüsusi, fərdə və ya kütləyə. Bunlar hamısı Əhl-i-Sünnə vəl-Cəmaət yolu deyil. Təbii ki, xavaric yoludur, bidətçilərin yoludur, cahillik üzürdür və kim deyib ki, alimlərdən, mötəbər alimlərdən, sələfi alimlərdən, ümumiyyətlə, təfsirçilərdən, əgər biz ayədən söhbət gedirsə, təfsirçilərə müraciət edək və ya sahabələrdən və s. ki, cahillik üzür deyil. Hələ bir şey var, məyər var? Yoxdur. Onda əgər sahabələr ittifaq ediblərsə, cahillik üzür deyil, hətta böyük şirkdə, onda alimlər sahabələrə müxalif gediblər. Adi namaz qılmayan hökm var edə. Əgər bunlar deyirlər ki, sahabələr ittifaq ediblər, namaz qılmayan hökmdür. Onda elə çıxır ki, Abu Hanifədir, Malikdir, Əhməddir, Şafidir, Rahiməhullah və başqaları. Bunlar sahabələrə müxalif çıxıb. Yəni oturub biraz papaqlar varsa, qoysunlar qabaqlarını fikirləşsinlər. Yox, bunlar bu cür deməklə imamları itham edirlər. Böyük alimləri. Böyük alimlər elə çıxır ki, Quran, sünnəyə və sahabələrə qarşı çıxıblar. Hamı deyib ki, cahillik üzürdür, bunlar deyiblər cahillik üzürdür. Bu olanın savadsızlığına irəli gəlir, səfihliyindən, dəlilləri cəm etməməklərindən, Rabbani alim, sələf alimlərinə uzaq düşməklərindən və şeytani vəsvəsələrdən irəli gəlir və salam. Yəni, cahillik üzürdür, fərqi yoxdur, kiçik və ya böyük şirkdə. Məsələn, biz baxırıq alimlərə, hətta böyük şirkdə, məsələn, hələ götür hələ Əxnaini, İbn-i Teymiyyə, Rahiməhullah. Əxnai, Peyğəmbər sallallahu aleyhi ve sellem kömək istəməyə caiz görürdü. İstiğası bir Rasul. Və bu məsələ var. Bu sufilərdə var, bilirsiniz. Onlar qəbirstanlıq əhlidirlər. Yəni, qəbirlərə bağlanıblar. Dirilərdənsə qəbirlərə bağlanıblar. Onların hamısında demək olar var. Bəzilərində dəhşətli surətdə, bəzilərində cürbəcür yollarla yenə gedib ona çıxır. Lakin biz onları təkfir eləməmişik. Təkfirə baxmayaraq, onların əməlləri, sözləri küfürdür. İbn-i Teymiyyə Əxnaini təkfir eləmir. Ona görə o demək deyil, yəni İbn-i Teymiyyə sahabələrə müxalif çıxıb. Yox. Və
Əxlainin bu söhbəti böyük şirkdən gedirdi söhbət. Böyük şirkdən. Ona görə qardaşlar, bunlar hamısı bilməməzlikdən və ya o adamların doğrudan etiqad cəhətindən, mənhəc cəhətindən xavaric istiqamətini tutduqlarına görə onlar başladılar cürbəcür ayələri gətirməyə Qurandan, oxşar. Belə təqdim eləmək istəyirlər ki, gör ki, Quranda cahillik üzr deyil. Gör ki, Quranda cahillik üzr deyil. Bu da səhv fikirdir, səhv. Bəli. Onlar İsra surəsi 15-ci ayəni də gətirirlər. Hansı ki, ayənin sonunda deyilir ki, biz elçi göndərməmiş heç kəsə əzab vermərik. Və deyirlər ki, bu fətrə əhlinə aiddir. Bax, məsələn, qardaşlar, bax, وَمَا كُنَّا مُعَذِّبِينَ حَتَّى نَبْعَثَ رَسُولًا. Bu ayə də həmçinin, əksinə bu ayəni alimlər gətirirlər ki, cahillik üzr olanda, cahillik üzr məsələsindən danışanda bu ayəni gətirirlər. Amma demək ki, fətrə əhlinə aiddir, bəs bu səhvdir. Bunu kim deyib alimlərdən? Şeyx Tabarın təfsirindən gətirir. Oradakı güya İmam Tabari deyir ki, ancaq fətrə əhlinə aiddir. Yəni İmam Tabari hələ deyir, ancaq mütləq deyil axı. Çünki hələ fikir yoxdur əslən. Bəli, fətrə əhli də daxildir. Ola bilər təfsirçilərdən kimsə qeyd eləsin ki, fətrə əhli də bu məsələyə daxildir. Amma demək ki, yalnız fətrə əhlinə aiddir, bəs yəni başqalarına aid deyil, belə kim deyib alimlərdən? Gətir görüm təfsirçilər kim deyib? Bəli, fətrə əhli daxildir bu ayəyə. Amma bir dənə onlar yoxdur, başqaları da daxildir. Ümumən biz görürük ki, məhz cahilin üzr məsələsində alimlər bu ayəyə istinad edirlər. Sadəcə onlar gətirirlər bu cür ayələri, xas eləmək istəyirlər. Kim bu ayəni xüsusiləşdirib, deyib yalnız fətrə əhlinə aiddir, başqalarına yox. Kim? Yoxdur. Ona görə onlar belə birinci özləri cahildirlər. İkinci baxırlar məsələn, tutaq ki, kimsə deyib. Tutaq ki, hətta İmam Təbəri, rahiməhullah, desəydi belə, o demək deyil. Yəni İmam Təbəri, yəni nə dedi o düzdür. Nə dedi o düzdür, əgər vaqiyə, yəni müxalif olsa. Yəni, amma İmam Təbəri elə deyib, baxı bu ayə yalnız fətrə əhlinə aiddir. O birisine aid deyil. Aydındır. Bəli. Allah sizdən razı olsun şeyx.